Xaricdə yaşamaq üçün mənim əlimə çox imkanlar düşüb. Hələ indi yox, bir 10 il, 15 il bundan öncə də çox imkanlar düşüb, çox yaxşı fürsətlər olub və heç bir zaman xaricdə yaşamağı özümə məqsəd qoymamışam. Bilsiz niyə məqsəd qoymamışam? İlk dönəmlər adama çox maraqlı gəlirdi. Mən gedim Almaniyada yaşayayım, mən gedim Amerikada yaşayayım, mən gedim İngiltərədə yaşayayım. Çox maraqlı gəlirdi və düşünürdüm ki, ora getməklə belə deyək də 1-0 öndə olacağım. Amma gedib Avropanı da gəzdim, Asiyanı da gəzdim, dünyanın çox ölkələrində oldum və dəfələrlə oldum. Və anladım ki, düşünülən kimi deyil. 3 gün, 5 gün turist kimi getdiyimiz zaman gördüyümüz ölkə tam fərqlidir. Bir ay yaşadığımız zaman gördüyümüz ölkə tamamilə fərqlidir. O adama tövsiyə edirəm ki, xaricdə yaşamaq istəyir, öncə getsin, 20 gün, bir ay o ölkədə qalsın. Və onlarla insan tanıyıram ki, Almaniyaya köçüb yaşayıblar, öz qohumlarım da var, Amerikaya köçüb yaşayıblar, Avropanın bir çox ölkələrində var. Bunların çoxu xoşbəxt deyil. Hətta əmək haqqları bizdən deyək ki, bir neçə dəfən çoxdur. Amma xərclərinə baxdığımız zaman, xərclərimiz də bizdən bir neçə dəfən çoxdur. Nəticə etibarı ilə burada 2000-2500 əmək haqqını qoyub, gedib Amerikada daha yaxşı əmək haqqına çalışan insanlar var və sonda bu gün danışıram ki, necədir durumun, nə düşünürsən? Bir dəfə çox peşmanam ki, hər şey gəlməzdim. Nəticə etibarı ilə hər bir şey, yəni xərclərimizə çıxdığımız zaman əlimizdə elə bir vəsait qalmır. Onun üçün düşünmürəm ki, gedib xaricdə yaşayayım. Öz ölkəmizdən gözəl yoxdur. Bir də kim nə deyir desin, Amerikanı çıxmaq şərti ilə istənilən ölkədə siz ikinci sinif insansınız. Yəni sizi orada harda işləmənizdən asılı olmayaraq heç bir zaman ən yaxşısı olsanız belə, yəni birinci sinif insan kimi görmürlər. Hər zaman ikinci olmağa, belə deyək də, məcbursuz. Bu da sizi psixoloji olaraq incidəcəkdir. Amma bura bizim ölkəmizdir, bura bizim cəmiyyətimizdir, qohumumuz, əqrəbimiz, dostumuz, tanışımız, hər bir şeyimiz bizim buradadır. Onun üçün mən niyə köçüm xaricdə yaşayayım? Yəni, indi qazandığımın 10 qatını qazansam belə, düşünmürəm ki, gedib hansısa bir ölkədə məskunlaşaram və orada yaşayarım.